Alacın xüsusən hamilə qadınlara ziyan vura bilən təhlükəli qadın hesab olunur. Və mifologiyaya görə talışlar alajenikçik adlı alətdən istifadə edirlər. Ömrə də kəsdi. Çayır özün də. Amma ora getməyinizi məsləhət görmürəm. Həmişə belə səssiz gəlirsiniz? Adətən. Burada yazılıb ki, sizlərdən birini Əri-Biyaban Quliyə oxşadım. Deməli, alajen haqqında çəkilir. Talışlarda belə bir mif var. Deməli, bütün dünyanın gözəl qızlarını, ruhlarını almaq istəyir ki, gözəlləşsin. Bu aktrisanın təsiri yoxdur ki. Qabaqda maşında xarab olacaq. Məncə yemək uğursuzluqdur. Dən qalmağa da yer tapsaydıq, çəkişlər sağa başlayardıq. Qorxuram Əbülfəz, gedirəm. Netflix, kinoteatr, qırğın. İstəmirəm Əbülfəz, qorxuram. Deməli izləyicilər, kənd həyatı gördüyünüz kimi yağış. Çıxasan belə kənd həyatının içinə. Mal poxundan başqa burada nə var? 4 patron 40 dəqiqə nar çubuğu ilə yaxşı döymüşəm onu. Əbülfəz! Bu nədir? Oradakı mənə baxır mən ona. Əbül, adına qurban. Sən mənə nə vaxt yalan danışmısansa, işlərin həmişə tərs gedir. Evdə tualet var. Evdə yox, həyətdə var. 50-60 metr uzaqlıqda. Qaça-qaça getsən 7 dəqiqə oradasan. Səndən çəkişdədim, gəl sıç ağzıma. Mən rejissor, Hərrəm. Mənə Gestapo Məryəm deyərlər. Molla əmi, bizi bagaja qoyarsan? Mənim işim budur. Gətirdiyi yerə bax, hələ Netflix fikirləşir. Çəkmirəm.